Kommentlərimdə ya ayrı yerlərdə görürəm ki, bəzi adamlar ayrı adamlara yaman deyirlər. Yəni də İran şərhlər türklərə yaman deyirlər, ya türklər İran şərhlərə yaman deyirlər. Baxın, bu əslən düz və əqlani və məntiqi bir iş deyil. Beyinə görə, bər əsası təfəkkür görə işlərimizi görək. Yaman demək neçə dənə vəchədən mənfi və yanlış bir işdir. Örneğin biləcəm. Baxın, o ki yaman deyir, bir, görsədir ki gücsüzdür, görsədir ki zəifdir. O birisi quru, məsələn mən İran şərhlər yamanlayıram. Bu görsədir ki mən İran şərhlərin qabağında gücüm yoxdur. Bu görsədir ki mən İran şərhlərin qabağında gücsüzəm ki onlarla mən məntiqi və təfəkkürlə bəhs eləyəmirəm və sönürəm yaman deyirəm. Bu bir. İkinci, mən ki dönürəm yaman deyirəm və tohin eləyirəm, bunu göstərmirəm ki, bəh mən çox bətər adamam, o yamanlamışam. Yox. Bir də özümü təxrib edirəm. Öz karakterimi və öz şəxsiyyətimi təxrib edirəm. Heç çağı yaman deməyim. Hətta o fərdi ki biləsinə dəvəqə yaman deyirsiniz, sizin düşməniniz olar. Və ya sizə böyük bir pis iş görüb. Ya belə, baxın, xülasə deyim. Hətta bir fərsin ana atası da öldürə, yine biləsinə yaman deməyin. Elə bilirsiniz ki, onun anatasını öldürün. O biləsin 1000 dənə yamandan bətərdir. İndi ki, cicilər düşürlər meydana, məqbər filan yer deyirlər, ya bayraqlar atırlar ayaqları altına. Bunlar biz ayaqlayaq, bunlar düz işlərlər. Bunlar bizim ciciliyimizi və bizim zəifimizi göstərir. Bizim ləyaqətimiz var. Teknolojide, elmdə, iqtisadda, fərhəngdə və ayrı yerlərdə həmin o yerlərə ki məqbər deyirik, onlardan keçək qabağa. Əgər biz buna yetişsək, 1000 dənə yamandan pisdir belələr.